Xoş gördük. Bugün 23 aprel 2025-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir. Həyat yoldaşı Mehriban Əliyevanı, nazir məmurlarını, köməkçilərini və eləcə də qızı Leyla Əliyeva və əkiz nəvələrini vurub qoltuğuna Çinə gedibdir. Diqqəti çəkən və sosial şəbəkələrdə də bu müzakirə olunur, bu məsələ. Bəs prezidentin nəvələrinin dünyanın super güclərindən biri olan Çin Xalq Respublikasında işi nədir? Hansı üzlə, hansı titulla, vəzifə ilə Azərbaycanlı nazirlərin, Azərbaycanlı prezident köməkçilərinin yanında dayanıbdır, hansı işi həyata keçirəcək? Bəs Heydər Əliyev, prezidentin oğlu haradadır, hara yoxa çıxıb? Azad Söz kanalına verilən məlumatları da diqqətinizə çatdıracağam. İlham Əliyev öz nəvələrini mi artıq prezidentliyə hazırlayır, vəzifələrə hazırlayır? Balaca oğlunu, daha doğrusu balaca Heydəri öz oğlunu prezidentlik ümidləri artıq qırıldı mı? Hansı videodan sonra Heydər Əliyev yoxa çıxdı? Tural Sadıqlının dediklərinə deyəsən qulaq asıb və Mehriban Əliyeva da ibrət götürübdür, dərs götürübdür. O videonu da sizə göstərəcəm. Nələr baş verir? Xahiş edirəm ki, videonu sona qədər izləyin. Bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Azərbaycanla Çin arasında artıq viza rejimi də ləğv edildi. Bəzi sahələrdə müqavilələr, memorandumlar imzalandı. İlham Əliyevin Çinə səfərini ilk öncə qısa bir izah edək. Nə məqsəd daşıyır? Dünyada Çin sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Amerika Birləşmiş Ştatları ilə rəqabət aparacaq əsas rəqib bir dövlətdir. Hətta ABŞ prezidenti Trumpın da son açıqlamalarında və siyasi çıxışlarında, gedişatlarında biz görürük ki, o özünə və ABŞ-a əsas rəqib artıq Rusiyanı görmür, əsas onun rəqibi Çindir. Çin son 30 ildə yüksək inkişaf eləyir və son 12-13 ildə məhz indiki Çin prezidenti Xi Jinping rəhbərliyi ilə Çin iqtisadiyyatı fantastik inkişafa nail olubdur. Çin malları artıq da əvvəlki bu Kitayskidir, Çin malıdır deyə deyilmir, artıq dünya bazarına daxil olur. Və ABŞ prezidenti də son imzaladığı sərəncamlarla Çindən ABŞ-a daxil olan malların rüsumlarını qaldırır və bilir ki, ABŞ iqtisadiyyatına ciddi zərər verə biləcək iqtisadiyyat Çin iqtisadiyyatıdır. Və Azərbaycan prezidenti illərdir çalışırdı və bununla sahədə çoxlu milyonlarla pul ayırırdı. Həm lobbiçilərə, Çinli lobbiçilərə, artıq ABŞ lobbiçiləri bir tərəfdə, Çin lobbiçilərinə, eyni zamanda Çinin dövlət kanallarına verdiyi müsahibələr və s. artıq bu bizə işarə edir ki, Əliyev Çinə səfər edəcəkdir və səfər də etdi. Və dəyərli dostlar, dediyim kimi diqqəti çəkən məqam nədən ibarətdir? Prezidentin nəvələrinin burada nə işi var? İlham Əliyev öz oğlu Heydər Əliyevi niyə gətirməyibdir? Heydər Əliyev hardadır? İndi nə ilə məşğuldur? Öz canı ilə mı məşğuldur və ailəsi ilə məşğuldur? Çox təqdir olunası bir şeydir həqiqətində. Heydər Əliyev əgər siyasətə və gələcək prezidentlik iddiasında olmazsa, bu çox təqdir olunası bir məsələdir. Baxın, nəvələrinin 14, 15, bilmirəm, 16, 17 yaşı var, yaşlarını da bilmirəm. Bu əkiz Emin Ağalarov və Leyla Əliyevanın olan bu əkizlərin Çin Xalq Respublikasında Azərbaycanlı nazirlərlə, məmurlarla bərabər, baxın, Çinin prezidenti, prezidentin köməkçiləri Hikmət Hacıyev, Anar Ələkbərovla görüşür, nazirlər Mikayıl Cabbarov və Ceyhun Bayramov və s. nazirlərlə görüşür və həmçinin gəlir, bu nazirlərlə eyni sırada dayanan prezidentin nəvələri ilə görüşür. Bu, bir də dövlət ərkağına tüpürməkdir, dövlətçilik ənənəsinə, görüntüsünə tüpürməkdir. Sənin nəvələrinin orada nə işi var? Məhz İlham Əliyev, sual edirəm və Mehriban Əliyeva, Çin prezidentinin övladı mı yoxdur, nəvələri mi yoxdur?
Xi Jinping niyə öz nəvələrini və yaxud da oğlunu gətirməyib səndən görüşə? Bununla bağlı gərək özü də Əliyev özü düşünmüş ola. Bəs Heydər Əliyev hardadır? Dəyərli dostlar, baxın, mən nəvələri haqqında nəyə görə belə artıq bunu şübhə, söylənti kimi demirəm, konkret işarələrdir. İlham Əliyev Türkiyəyə səfər edir, Türkiyədə nəvələrini prezidentlə görüşdürür. Bu nədir? Yəni, dünya prezidentlərinə, dünya arenasına da öz nəvələrini mi tanıdır, tanışlıq mı edir? Bu əyləncə yeri deyil, bu nə bilim oyun yeri deyil, bu xizək sürmə yeri deyil. Bu yaxşı başa düşdüyü trenajora, idman zalına enirsən, bir yumruq göstərişi göstərirsən. Bunlar bəlkə də başa düşülən iş. Mən bunlar gördüyünüz kimi tənqid də etmədim, lağa da qoymadım. Öz həyatıdır, hər kəsin bir həyatıdır və öz nəvəsindən oynamaq və vaxt keçirmək bir yəni haqqı var. Amma sən prezident olub dövlət vəzifəsindən istifadə eləyib öz nəvəni də aparasan ki, ay Çin prezidenti mənim nəvələrimlə də tanış ol, nəvənlə də görüş. Biri var ki, ailəvi şam yeməyi ola, başqa şey. Bu dövlət deməli vəzifəlilərinin və Azərbaycan prezidentinin nümayəndə heyətinin, rəsmi nümayəndə heyətinin qarşılanma mərasimidir. Bu nəyə çevirdiniz siz ölkəni? Əlqərəz, gələk balaca Heydərin harda olmasına. Dəyərli dostlar, balaca Heydər verilən məlumata görə canı ilə əlləşir. Müalicə alır, müalicə ilə bərabər istirahət edir, ailəsi ilə məşğuldur. Bakıda olur, gedir dar çərçivədə öz qoruma mühafizəsi ilə restorana gedir, nə bilim Dubaya səfərə gedir, Rusiyaya səfərə gedir, İsrailə səfərə gedir, yeri gələndə Türkiyəyə səfərə gedirdi. Amma heç yerdə özünü göstərmir. Çünki onun xəstəlikləri artıq üzünə, gözünə, başına da vurur, özünü cəmaət içərisinə çıxartmır, rəsm kamera arasında göstərmir. Mən keçənlərdə bir video çıxış etdim və bu video çıxışıma diqqətlə qulaq asın. Qulaq astınız da keçən dəfə 200 mindən çox insan izləmişdi. Amma bu videoya həm də bilirsiniz kim qulaq asıb? Məhz prezident İlham Əliyev, məhz Mehriban Əliyeva qulaq asıb. Hansı videomdan söhbət gedir? Heydər Əliyev Baxın, bu videodan sonra Heydər Əliyevi heç yerə çıxartmadılar. Bundan əvvəl Heydər Əliyev hardaydı? Baxın, Birləşmiş Ərəb Əmirliklərinə səfərə getmişdi İlham Əliyevlə. İlham Əliyev gəlib Port Bakuda müşavirə keçirmişdi və orada Mehriban Əliyeva və həyat yoldaşı ilə bərabər deməli, balaca Heydər də oturmuşdu. Yadınızdadırmı? Və Heydər Əliyev Səlcuq Bayraktar Azərbaycana gələrkən o dronların baxışına da hərbi formada İlham Əliyev onu gətirmişdi. Və ondan sonra Heydər Əliyev yenə üzə çıxartmaq istədi, amma çıxarda bilmədi. 7-8 ay Heydər Əliyev ortalıqda olmadı və keçən ilin sentyabr ayında bir neçə video çəkməklə mən bəzi məlumatları paylaşdım Heydər Əliyevin başına nələr gəlir. Ondan bir ay təxminən sonra, bir ay, 2 həftə sonra Heydər Əliyevi üzə çıxardılar. Heydər Əliyevin həyat yoldaşını üzə çıxardılar. Heydər Əliyevin həyat yoldaşı kimdir, kimliyini, adını, familiyasını, haradan gəldiyini və harada işə başladığını, Port Bakuda işə başladığını Heydər Əliyev fondunun nəzdində məlumatları da verdim. Ondan sonra Heydər Əliyevin özünü deməli üzə çıxarmağa başladılar, amma baxın, fikir verin, ən sonuncu Heydər Əliyevi 6-7 ay öncə Aşıq Ələsgərin bir büstünün açılışına gətirdi İlham Əliyev. Amma pis görüntülərlə. Və bu görüntülər onun gözünün altının torbalanması, şişməsi ilə müşahidə olundu, görsəndi və bu mənim və məndən sonra da sosial şəbəkələrdə çox insanın diqqətini çəkdi. Niyə Heydər Əliyevin gözünün altı şişib? Niyə onun gözü donmalıb? Niyə? Səbəblərini bəzən izah etdik, amma bizim ehtimallarımız idi. Amma bu videoya baxın. Həmin bu videomdan sonra Heydər Əliyev bir dəfəlik yoxa çıxdı. 6 aydır görsənmir. Hər yerdə qızları görsənir, hətta nə bilim, nəvələri görsənir, Heydər Əliyevi görsənmirlər. Xüsusən də yaxından onu çəkmirlər. Bəs mən nə tövsiyə etmişdim İlham Əliyevə? İlham Əliyevə çağırış etmişdim ki, övladını, oğlunu bədbəxt etmə. Hansı məlumatlar var idi Azad Söz kanalında və nələri danışmışdıq, diqqətlə qulaq asın. Çox incə detallar idi və mən çox şadam ki, Əliyev bu videoma baxıb və dərs aldı.
qulaq asdı sözlərimə. Mənə maraqlıdır, Heydər Əliyev nə ilə yorulub? Yəni, bəzilər deyirlər ki, gözünün altı şişməsi, o çox iş görür, yorulubdur ona görə. Mən də suallar ünvanlamışdım. Maraqlıdır, Heydər Əliyev nə ilə yorulub? Niyə onu yorurlar? Nə ilə yorurlar onu? Atasının 60-dan çox yaşı var. Gözünün altında belə torbalanma görmürük biz. Atasından çoxmu işləyir? Atası İlham Əliyev, belə desək, ölkənin dərdi səri bunun üzərinə yıxılıbdır və əslində yorğun olmalı olan odur. Gənc yaşında gözünün altının torbalanması nə deməkdir? Hə? Mən yenə də iddia etmirəm ki, o gözünün altının torbalanması hansısa daxili orqanların xəstəliyinin əlamətidir, amma bu da ola bilər, yorğunluq da ola bilər. Bəs gəlin görək, Heydər Əliyevi prezident ailəsi, xüsusilə atası İlham və yapın qoca qurtları, İlham Əliyevə təsir eləyənlər, bu qoca qurtlar nə ona təzyiq göstərirlər. Atası İlham Əliyev, yəni informasiya var və dəqiq məlumatdır ki, Əliyevin özü onu prezident etməyə hazırlaşır özündən sonra və ona hazırlayırlar və çoxlu təzyiqlər, psixi təzyiqlər altına salırlar. Anası Mehriban Əliyeva isə əslində onun prezident olmasını və gələcəkdə xalqın ahının, naləsinin bunun da üzərinə tökülməsinin tərəfdarı deyil. Mənə prezident ailəsinə yaxın olan bir mənbə həqiqətən də bu məlumatları bildirib ki, atasının arxasındakı hələ o Naxçıvan klanı var, yapın qoca qurtları, onlar hələ də maraqlıdırlar ki, Heydər Əliyev prezident olsun. İlham Əliyev də istəyir. Çünki İlham Əliyev bilir ki, atası da ona belə tapşırmışdı. Vaxtında atası da ona təzyiqlər etmişdi ki, prezident olsun. Özünün istəyi yox idi. Özü, nə bilim, əyyaşlıq, əyləncə, qumar, içki, narkotik və s. bunların düşkünüdür. Onun 90-cı illərdəki fəaliyyətini Azərbaycan xalqı hamısı yaxşı bilir. Yəni, bunlar bizim yaddaşımızdan unudulmayıbdır. Bunlar faktdır. Tariximizdə geçəyimizdir bu. İndi ölkənin prezidenti olmasına rəğmən bunlar keçmişidir İlham Əliyevin. Və həmən vaxtları İlham Əliyev prezident olmaq istəmirdi. Atası təzyiq göstərirdi ona və atasının yanında olan o Ramiz Mehdiyev, o qoca qurtlar, onunla bərabər hakimiyyəti zəbt etmişlər, yapı quranlar dedilər ki, bizim nəslimizi kəsərlər. Heydər Əliyevin nəslini kəsərlər. Baba Heydər Əliyevin və onun bütün qohum əqrabasının və ümumiyyətlə komandasının, əsasən də ailənin yox, komandasının və İlham Əliyevi gətirdilər, qoydular. Əgər İlham Əliyev olmasaydı, o 10 il içərisində Heydər Əliyev və onun komandasının etdiyi cinayətlər ortalığa çıxacaqdı və bu nəticədə hamısı həbsxanaya gedəcəkdi və məcbur boynuna qoydular və özü də oldu. Prezident 21 ildə Azərbaycan xalqının qənim kəsilibdir. Və indi İlham Əliyevin etdiyi cinayətləri və həmçinin onun komandasının etdiyi cinayətlərin üstü açılmasın, gələcəkdə bu cinayətkar rejim davam etsin deyə öz oğullarını yüklüyürlər. Mehriban Əliyeva bir ana kimi ürəyi ağrıyır öz övladına. Təbii ki, siyasəti də düşünür, fikirləşir. Amma bir ana hissiyatı var onda. Mən onu başa düşürəm. Ana hissiyatı var və əslində heç istəməz ki, öz övladı bu bəlaların içərisinə girsin. Hələ Heydər Əliyev əgər prezident olarsa və bu cinayətkar rejimi davam elətdirəcək şəxs olacaqsa, o zaman yəni dünya da dəyişəcək o vaxta kimi. O vaxtda Putin olmayacaqdı. O vaxtda Azərbaycan xalqının nəsillərinin də dəyişməsi olacaqdı. İnsanlar Avropa görəcək nə deməkdir. 5 ildən, 10 ildən, 15 ildən sonra Azərbaycan xalqı artıq nəsillər dəyişmiş olacaqdı. Nə qədər də nəslimizi bizim əxlaqsızlaşdırmağa, nə bilim, manqurtlaşdırmağa çalışırlarsa da Azərbaycan xalqı dəyişəcəkdir. Bu belə davam eləməyəcəkdir. Yəni diktatura, 50 il, 60 il diktatura olacaqdır. Bunu Mehriban Əliyeva da çox gözəl anlayır, bir ana kimi də anlayır. Amma o əsrlərdir, o illərdir, 10 illərdir cinayəti törətmişlər, öz övladlarına da cinayəti ötürənlər, nəsillərinə bu cür cinayətkarlıqla davam elətdirənlər istəməzlər və Heydər Əliyevi prezident görmək istəyirlər, ona görə də ona hazırlayırlar. Özü xəstəliyi var, depressiyadır, indi ailə problemlərini yaşayır. Baxın, Heydər Əliyev
Atası onu qolundan tutub bir-iki yerə apardı, hə? Mehriban Əliyeva da təzə gəlinlərini, Azərbaycana qaytardığı təzə gəlinlərini qaçıb getmişdi. Aylar idi ki, yox idi Azərbaycanda onların gəlinləri. Gələndən sonra mənim videolarımı göstərib dedilər ki, artıq söz-söhbət gəzir, bu söz-söhbətə biz bir prezident ailəsi, ölkəni idarə edən ailəyik, bir cəmaatın ağzına bir söz sala bilmərik ki, bunların uşaqları barışdı, dağlaşdı və s. Gəl Azərbaycana və barışmasanız da, bir yerdə yaşamasanız da, amma burada olun və cəmaatın gözünə görsənin. Mehriban Əliyeva ilə bir görüntüsü oldu sadəcə təzə gəlinlərinin. Niyə İlham Əliyev, Mehriban Əliyeva əvvəllər olduğu kimi bir neçə dəfə, Heydər Əliyev və onun həyat yoldaşı bircə görüntülənmir? Niyə görüntülənmir? İndi mən də onu da istisna etmirəm ki, bu video çıxışlarımdan, çünki onlara dəyən video çıxış və informasiyalardır. Sonra bəlkə də xala-xətrin qalmasın deyə yanaşı göstərəcəklər. Dəyərli dostlar, bu video çıxışımdan 3 gün sonra Balaca Heydər, deməli, prezidentin qızı Arzu Əliyeva və Heydərin də həyat yoldaşı Alyona Əliyeva bir yerdə hansısa filmin açılışına, baxışına getmişdilər. Bir yerdə görüntülətdilər, həmən videonun 3 gün sonra. Amma 3 aydır, 2 yox idi onlar. Mənim videomdan sonra. Amma bu faktdır ki, və dəqiq faktdır ki, qaçıb getmişdi, yox idi. Yəni, qaçıb getmişdi deyəndə küsüb getmişdi. Heydər Əliyevlə də araları dəymişdi. Bu ayrı bir mövzudur. Amma mənim buradan İlham Əliyevə müraciətim var. Oğlunuzu bədbəxt eləməyin. Xalqın, millətin ah-naləsini onun da üstünə tökməyin, tökdürməyin. Nədir? Özünlə qürrələnirsənsə ki, mən... Dəyərli dostlar, həqiqətən bu videodan sonra Heydər Əliyev yoxa çıxıbdır. Mənə bildiyiniz kimi, istər prezident administrasiyasından, prezidentin təhlükəsizlik xidmətindən də, hakimiyyət dairələrinin informasiyalar ötürürlər və ona görə məhz Azərbaycan hakimiyyəti dəli olur. Nə bilim, Hafiz Hacıyevi bu günləri çıxış edib deyir ki, deməli, Avropada o aparıcı studiyalara məlumat ötürənlər həmçinin də hətta məndə məlumat var ki, onlara aparıb günorta yeməyi verir nazirin övladı və s. Mən də zarafata bir video çəkmişdim. Bax, bu restorandan çəkdiyim bir videonu ki, bu yeməyi Kəmaləddin Heydərovun oğlu gətirib indi mənə günorta yeməyini. Hər qərəz, özləri də bilirlər. Və Hafiz Hacıyev özü də təsdiq elədi, deyir ki, düzdür, deyərsəniz Hafiz Hacıyev kimdir ki, ki Hafiz Hacıyev deyil. İstər real televiziyası, istər hökumətinin televiziyaları, istər deputatlar deyirlər, etiraf edirlər ki, hakimiyyətin daxilindən Tural Sadıqlıya məlumatlar verirlər və bu məlumatlar da düz dəqiq məlumatlardır. Ona görə düşmən kəsiliblər. Dəyərli dostlar, xəbər verdilər ki, sizin Əliyevə, onun ailəsinə Heydər Əliyevi bədbəxt etməyin, onu siyasət, prezidentliyə hazırlamayın, qoyun gedib həyatını yaşasın, qoyun gedib ailəsi ilə xoşbəxt olsun, onu bədbəxt etməyin, onsuz da həm müalicəsi var. Siz niyə öz nəslinizin, kökünüzün hakimiyyətiniz üçün öz övladınızı bədbəxt edirsiniz, xəstə edirsiniz? Və bu videodan sonra həqiqətən onlara təsir edib. Bunu mən ciddi deyirəm. Bəzilərinə inandırıcı gəlməyə bilər, amma həqiqətən belədir. Yəni, mən söyüş sevmirəm. Bunların namuslarına toxunmuram. Bunları, nə bilim, həqiqət dövlət hakimiyyəti zorla ələ keçirməyə çağırışlar da etmirəm. Heç bir şey də etmirəm. Terrora da çağırış etmirəm. Bəs bunları dəlil edən nədir ki, mənə cinayət işi açırlar, baş prokurorluq, bütün dünya Interpol axtarışı məni ciddiyə alırlar da. Bunları mən, nətər deyim, namuslarına toxunmamışam ki, özlərini belə yer eləyir bunlara. Mən sadəcə faktları, dəqiq məlumatları, düzgün məlumatları verirəm və bunlar da dəli olurlar ki, bizim içimizi Tural Sadıqlı bilir, içimizdən ona məlumatlar ötürürlər. Bəli, məlumat ötürdülər ki, və həqiqətən də bir balaca özləri də anladılar ki, oğullarını qoy ən azından, hələ bəlkə gələcəkdə ola bilər ki, hakimiyyətə, vəzifəyə, prezidentliyə Heydər Əliyevi hazırlasın, amma indi qoy müalicəsi ilə məşğul olsun. İndi soxuşdurub gətirməsin, nə bilim, öz müşavirəsinə, Çinə səfərinə, ora aparmağa, Dubaya, Rusiyaya və s. Görüşlər keçirməyə özünə də pis təsir edir balaca Heydər
haqqında videolar olanda özünə psixoloji təsirlər olur onun. Gəlib qulağına çatır. 60-70 yaşı yoxdur ki, tabletdən, telefondan, nə bilim, kompüterdən uzaq dursun. Həmişə kompüter qarşısında, telefon qarşısındadır, əlində onun da var və gəlir o qarşısına çıxır, YouTube-a da girir, bəzi məlumatlara da baxır. Gəncdir, gənclərdə bu daha çoxdur və bu videomdan sonra onu uzaqlaşdırdılar artıq. Siyasi məsələlərdən biraz uzaqlaşdırıblar. Yəqin ki, pauza veriblər. Mən inanmıram ki, bir balaca Heydər özünə gəlsin, yığılsın, sağlığı özünə qayıtsın, o yenə oğullarını bədbəxt edəcəklər. Amma mənim videoma qulaq asın davamına. Azərbaycan tarixində olmamış bir şeyi Qarabağı işğaldan azad edən ordunun rəhbəri kimi, Ali Başkomandan kimi tarixə yazıldın. Yaxşı, bunu bildik, çəkil kənara. Qanunsuzluqları davam etdirmə. Rüşvət, korrupsiya, polis zorakılığı, zülüm, monopoliya, hər şey sizin əlinizdədir. Bunlar düzəldi mi? Qarabağ boyda dərdimiz var bizim hələ də. Siz varsınız, sizin qanunsuzluqlarınız var. Oğluna ötürmə bunları. Mənim sənə bir tövsiyəmdir. Mehriban xanım Əliyeva, ana kimi baxın, övladınızı bədbəxt etməyin. Qoyun öz həyatını yaşasın. Və mən əminəm ki, və mən hətta zəmanət də verirəm ki, gələcəkdə siz əgər hakimiyyəti qansız, xatasız, demokratik bir yolla Azərbaycan xalqına ötürmüş olsanız və demokratik seçki keçirib xalq kimi istəyirsə onu hakimiyyətə gətirməyə imkan yaratsanız, sizin indiyənə kimi qanunsuz yollarla əldə etdiklərinizi bir hissəsi sizdə qala bilər. Siz indidən anlaşaraq və buna şərait yaradaraq, insanları əzməyərək, tutmayaraq, zülmlər etdirməyərək, xaricdə bizə mühacirlərə qarşı terrorlar etdirməyərək, bizi öldürməyə çalışmadan, əgər bu yumşalmaya getmiş olsanız, gələcəkdə sizin əlinizdə olan o imkanları sizdə saxlama bilərik. Biznesmen kimi eybi yox, nələr etmişsiniz, amma Azərbaycan xalqı və bu hərəkatın başında dayananlarla sizin bir danışığınız var. Biz də anlayacağıq, biz qəsbkar deyilik və yaxud da ki, biz qəddar deyilik. Siz nə qədər xalqa qəddarlıqlar etmiş olsanız da, biz bağışlaya bilərik. Azərbaycan xalqının gələcəyi üçün sizin bir addım attığını görəcəyik və biz də, xalq da, xalqın başında dayananlar da bir addım atacaqdır. Siz də biznesmen kimi öz fəaliyyətinizi davam elətdirə bilərsiniz bir şərtlə. Bu mənim fikirlərimdir və bu fikirləri də mən gələcəkdə tətbiq etməyə şərait yarada bilərəm. Bilərik. Mən düşünürəm ki, mənim kimi düşünənlər çoxdur. Reallıqda düşünənlər. Belə, asıb keçəcək, yox. Bu fikirlər boş söhbətlərdir. Yəni, sizin bundan sonra sizin övladlarınızın, sizin nəslinizdən kimlərinsə siyasətə qarışmayacağı şərti ilə və sizin siyasətdə olmayacağınız, siyasətə maliyyə ayırmayacağınız kimlərisə tərəfdarlarınızı, hakimiyyətdə adamlarınız olsun və s. Bunlar olmadan sıradan bir iş adamı kimi əlinizdə o bəzi imkanlar saxlanılacaqdır. Bunlar ola bilər. Qansız, xatasız bütün dünya görər, Azərbaycan xalqı da deyər. Necə ki, baxın, onlar hələ kral idi. Böyük Britaniyada, nə bilim, Niderlandda, Skandinaviya ölkələrində krallar var, Belçikada. Bunlar kraldılar, qalıblar. Xalq da onlara hörmətlərini eləyir. Sən kral qalmayacaqsın, amma xalq səni başa düşəcəkdir. Qansız, xatasız gedəcəyin təqdirdə. Var dövlətləri də var, Böyük Britaniyada yox, dünyada hörməti olan nəsildir, kökdür. Böyük Britaniya krallarını, baxmayaraq ki, orada demokratiyadır, baş nazirlikdir və s. Yəni, siz kral olmayacaqsınız, heç bir titulunuz olmayacaq, amma xalq sizi başa düşəcək və kənarda qalacaqsınız. Bunlar baş verə bilər, övladınızı bədbəxt etməyin. Baxın, mən deyirəm, mən Heydər Əliyevə həqiqətən də bir tərəfdən yazığım gəlir. Artıq indi uşaq deyil, amma uşaq olarkən onun adına özünün anlağı olmadığı vaxtı. 8 yaşında, 9 yaşında Dubayda neçə dənə mülk almışdınız. O vaxtda Heydər Əliyevin heç günahı da yox idi, başa da düşmürdü. Valideyni nə deyirdi, onu eləyirdi. Onun adını almışdılar. Nə bilim, Rusiyada İlqar Hacıyevin əmlaklarını alıb deyirlər ki, Heydər Əliyevin verəcəyik bunu. Qod Nisanov verirdi, otelini,
Böyük Britaniyada bir neçəsini mən çəkmişəm, indi onların bir bəzilərini göstərəcəm. Və göstərəcəm nəyə görə mənə düşmən olublar bunlar. Mən deyirəm, övladınızı bədbəxt eləməyin. İndi Heydər Əliyev, qardaşım, izləyirsən bu videonu, izlə. Xalq sənə nifrət eləmək istəmir gələcəkdə. Artıq sənin həddi hudud yaşını keçmirsən, 20, bilmirəm, 27 mi yaşı var, neçə yaşı var? Və artıq anlaqlısan sən. Sən görürsən ki, bu cür üsul idarə, idarəçilik, bu demokratiya deyil. Sənin dilini öyrəndiyin ingilis dilli ölkələr, bu cür ölkə idarə olunmur. Sənin inteqrasiya etmək istədiyin, bunu etməlisən sən. Avropa, dünya, o mülkləri aldığınız ölkələrdə ölkə idarəçiliyi belə deyil. Niyə bunu xalqımıza bəs çox görürsünüz siz? Avropa ölkələrinin vətəndaşlarının yaşayışını, üsul idarəçiliyini, demokratiyanı, haqlarını, seçilmək haqqını niyə bizim vətəndaşlarımıza çox görürsünüz siz, yaşatmırsınız? Bu ailə sizdən, bu ölkə sizdən ibarət deyil axı. Vallahi ayıbdır. Mən səmimi qəlbdən deyirəm, ürəyim ağrıyaraq deyirəm. Etməyin belə. Baxın, mənə düşmən kəsiliblər, məni öldürtməyə çalışırlar Avropada, niyə? Mən sizin namusunuza toxunmamışam. Dəyərli dostlar, qaydaq yenə biz İlham Əliyevin Çinə səfərinə. Bəli, Heydər Əliyev yoxdur, müalicədə və istirahətdədir. Yəni, müalicə istirahət olunur, canı yanarlaşır, ailəsi ilə bərabərdir və bu videodan sonra ümumiyyətlə özlərində də mən videoda dediyim kimi Heydər Əliyevin siyasətdə, indidən siyasətə atılması, əslində siyasət deyil, hakimiyyətə atılması, hakimiyyətdə bir fiqur kimi görsənməsi və pillə-pillə güya adlaması. İlham Əliyev də SOCAR-ın vitse-prezidenti idi, sonra güya baş nazir oldu, deputat olmuşdu. Ondan sonra da prezident gəlir olur Heydər Əliyev dünyadan köçəndən sonra. İndi balaca Heydər Əliyevə belə hakimiyyətdə vəzifələr verib, başını hakimiyyətlə qatmaq, onu bu stresə indidən soxmaq, ailənin özündə iki ayrı fikirlik var. İlham Əliyev və onun o köhnə komandası o fikirdədir ki, gəlsin prezident olsun, indində öyrəşsin və s. Çünki belə olmasa, hakimiyyətdə bir boşluq yarana bilər, hakimiyyət əllərindən gedə bilər. Çünki nəsil davam etməlidir, krallıq nəsli kimi, çünki nəsillərini bunların yox eləyərlər. Hətta öz hakimiyyətlərində yapdan və yaxud da Paşa Holdingin hansısa kadrlarından biri gəlib gələcəkdə prezident olsa, ona da o da zəmanət vermir ki, bunların nəsilləri sağmı qalacaqdır. Çünki hakimiyyətdir. Hakimiyyət elə güc ələ keçəndən sonra da baxmayacaq ki, bunun keçmiş prezidenti İlham Əliyev olubdur, onun da nə bilim, sağ qalan həyat yoldaşı var və yaxud da ki, övladı var, nəvələri var. Onları da həbs ata bilər bizə Özbəkistanda, Qazaxstanda. Bunları gördük ki, hakimiyyət dəyişikliyi oldu. Ailədən birinə deyil, başqa birinə verəndə, məsəl üçün, indi Özbəkistan keçmiş prezidentinin qızı həbsxanada. Bunları biz gördük. Ona görə istəyirlər ki, öz nəsillərinə ötürsünlər. Amma Mehriban Əliyeva və bir ana kimi fikirləşir ki, oğlunun indi sağlığı və yaxşılığı, xoşbəxtliyi onun üçün indi önəmlidir. İndi düşünür ki, indidən soxmayaq onu hakimiyyətin bu problemlərinə və bəlkə gələcəkdə. Ona görə hələlik müalicəyə göndəriblər. Heydər Əliyev yoxdur, belə yoxa çıxıb. Gələk bir daha deyirəm, dəyərli dostlar, mənim diqqətimi çəkən başqa bir məqam oldu. Deməli, Azərbaycanın Çinlə viza rejimi ləğv edildi. Eləcə də bir sıra sahələrdə müqavilələr imzalandı. Həm xarici siyasətdə, həmçinin də deməli neft fondu ilə bağlı, həmçinin elm sahəsində, mədəniyyət sahəsində bu çox sahələrdə imzalanan sənədlərə Azərbaycan tərəfindən demək olar ki, Ceyhun Bayramov mədəniyyət nazirinin əvəzindən imza atırdı. Xarici İşlər naziri kimi və İqtisad naziri kimi də Mikayıl Cabbarov. Diqqətimi çox çəkən bir məsələ oldu, bax, burada. Deməli, nümayəndə heyəti Prezident İlham Əliyevlə və Çin prezidenti Xi Jinping nümayəndə heyəti qarşı-qarşıya oturublar, gördüyünüz kimi, biri belə, biri belə.
İndi bunu yaxınlaşdırmaq mümkün deyil, amma mən belə görüm yaxınlaşdıra bilsəm yaxınlaşdırım. Bax, Azərbaycan nümayəndə heyətinin hətta Prezident İlham Əliyevin də qarşısında onun adının yazılması, bax görürsüz, Çin mandarin dilində yazılıb bütün yazılar. Yəni burada bütün yazılar, onların Azərbaycan nümayəndə heyətinin adları Çin dilində yazılıb ki, qarşıdakıların kimlər olduğunu belə oxusunlar. Çünki indi ola bilər ki, İlham Əliyevin adını əzbərdən bilirlər, amma oradakı hər hansı bir Anar Ələkbərovun, prezident köməkçisinin adını əzbərdən bilmirlər. Yəni bu qaydadır, qarşıda yazılar olur Çin dilində. Diqqətimi çəkən odur ki, Çin nümayəndə heyətinin qarşısındakı yazılar, dəyərli dostlar, baxın. Çin nümayəndə heyətinin qarşısındakı yazılar isə rus dilindədir. Niyə? Azərbaycan dilində onu yazmaq mümkün deyildi. Azərbaycan dilində yaza bilmirdiniz onu, deyə bilmirdiniz. Azərbaycanda dövlət dili rus dilidir. Heç orada oturan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev rus dilində bilmir. Məsəl üçün deyirəm, indi yazını oxuya bilər hər halda. Amma bu axı biabırçılıqdır. Azərbaycanın dili rus dili deyil. Niyə Çin nümayəndə heyətinin qarşısında Azərbaycan nümayəndə heyətinin oxuya bilməsi üçün o Çin nümayəndə heyətinin adlarının rus dilində yazılsın? Hə? Hə? Bu mənim diqqətimi çəkdi və başqa bir məsələ, dəyərli dostlar. Təbii ki, dünyada Çin özünün ayrıca siyasətini yürüdür, amma Rusiya ilə də münasibətləri çox yaxşıdır. Rusiya ilə daha yaxın, nəinki Amerika Birləşmiş Ştatları ilə. İlham Əliyevin Çinə səfəri həm də ona hansı avantajlar yaradır. Bundan sonra Əliyev Amerika Birləşmiş Ştatlarına da həm də göstərir ki, dünyanın super güclərindən biri olan Çinin dövlət başçısı və hətta mənim nəvələrimlə də görüşür. Yəni, mənə belə hörmət, rəğbət bəsləyir və niyə də ABŞ prezidenti mənimlə görüşməsin? Və biz gördük ki, İsrail arada ciddi rol oynayıbdır Azərbaycan hakimiyyəti ilə, deməli, Trump administrasiyası arasında yaxınlaşmada və gördük ki, baxmayaraq ki, Novruz bayramının üzərindən 20 gün keçmişdi, 10 apreldə Trump onun adından İlham Əliyevə Novruz bayramını təbrik edirəm məktubu göndərildi və görsənir ki, Trump İlham Əliyevlə qarşıda görüşəcək. Bəlkə də bu il görüş oldu. Azərbaycan prezidentinin hal-hazırda çoxlu pullar xərcləyiblər. Mən keçən dəfə məlumat verdim. 20 milyon dollar təxminən Əliyev lobbiçilərə pul ayırıb ki, hələ bu ilkin mərhələdə əgər Azərbaycan prezidentinin ABŞ-a rəsmi səfəri və orada Trumpla rəsmi görüşü keçirilməsi baş tutsa, bəlkə də Əliyev daha 10 milyonlarla lobbiçilərə və bu görüşü təşkil edənlərə pul ayıracaqdır. Azərbaycanın pulları bax belə havada uçur, yedirilir ortalıqda olan lobbiçilərə. Azərbaycan xalqına isə verilmir. Hələlik bu qədər. Bunları diqqətinizə çatdırmaq istədim. Salamat qalın. Azad Söz izləyin, bəyənin və paylaşın. Salamat.